Salam əzizlərim. Bu günləri super üzüklər əldə etmişəm. Yox, Temu deyil bu. Bu mənim sevimli Mariyanı əldə etmişəm. Heç bir reklam filan yoxdur. Sadəcə Mariyanın bu xətrini çox istəyirəm. O da mənim xətrimi çox istəyir. Hər ikimiz özəl övladlar anasıyıq. Ona görə də qadın qadına dəstək olmalı. Burada indi o digər qadınlar məndən bu mənə də pulsuz reklam elə yazmasınlar. Mənim Mariya ilə dostluğum var. Var ya bir də sosial mediada bir şey gördülər o saat. Ehtiyacı olanlar ümumiyyətlə demirlər ha. Amma o var ha. O hardansı bir qənimət. Yox, biz Mariyaya bir-birimizə həmişə dəstək oluruq. Bir qadın kimi, bir xüsusi övlad anası kimi. Mən sizə iki dənə üzük göstərəcəm. Natural qaşlarını. Hə, bu Taylanddadır. Bu da deyəsən Taylanddan gəlib. Gümüşlü qızıl suyuna çəkilir. 925 pul. Əyar. Bütün buradakı qaşlar naturaldır. Burada nə dərəcədə rəngli görünür bilmirəm. Xırda-xırda altda qaşlar var ha. Hamısı da diş istədir. Onlar əsil safirdir. El arasında göy yaqut deyilən. Koron deyil, laborator safir deyil. Və bunlar da əsil opallardır. Var laborator sintetik opallar. Bunlar sintetik deyil. Bunların hər biri təbiidir. Süper. Və hər kəsin pul daşı kimi tanıdığım kvartsin bir növüdür. Manifestlər edilən, sevilən, bərəkət ruzu enerjisi gətirən əsil sitrin. Bəzən sirkonları və yaxud digər daşları da məncə kvartsin bir növüdür, dəqiq bilmirəm. Bilirəm ki, bunların ametistlə kvartsin hardasa tərkib hissəsində oxşarlıq var. Kimyəvi tərkib üzrə hətta muncuq halında olanda ametisti yandırırlar, sitrin adından satırlar, dedim biləsiniz. Əsil sitrində. Süper. Mənə mübarək. Mariya da çox sağ ol deyirəm ki, belə gözəl-gözəlliklər gətirir. Burada ya da ki, yorumlarda, şərhi bölümündə, yəni Mariyanın səhifəsinin adını taq edəcəm. Daxil olun. Sizlər də alış-veriş edin. 8 mart gəlir. Xanımlar özünüzü sevindirin. Bəylər xanımlarınızı sevindirin. Xanımlar da öz xanım rəfiqələrini, analarını, bacılarını, xalalarını, nənələrini, biblərini sevindirən. Bilənlər sizləri sevirəm. İstəsiniz mənə də sevindirə bilərsiniz. Amma brilyantlar. 7 martdadır günümdür, 8 mart qadınlar günü. Sevirəm sizi.